Salam. Bu Ramiz Mehdiyevin tutulması çox maraqlı bir prosesə start verir. Biz növbəti dəfə Azərbaycan hakimiyyətinin əxlaqsızlığına şahid oluruq. Nədən ibarətdir bu əxlaqsızlıq? Deməli bu adam tutublar. Bizim Ramiz Mehdiyev oğrunun, korrupsionerin baş kəsənin biri idi və kölə idi, Əliyevlərin köləsi idi. Amma uzun illər prezident administrasiyasının rəhbəri kimi Azərbaycan hakimiyyətində mühüm rol oynayıb. Azərbaycan hakimiyyətinin bu Əliyevlər rejiminin formalaşmasında çox mühüm müstəsna rol oynayıb. Bu oğru rejiminin, korrupsioner rejiminin, başqaşan rejimin memarlarından biridir Ramiz Mehdiyev. Və şübhəsiz ki, tutduğu vəzifə elə bir vəzifə idi ki, çoxlu vəzifələrə təqdimatı elə birbaşa Ramiz Mehdiyev verdi. Bu dəqiqə Azərbaycan hakimiyyətində olan çoxlu adamlar var ki, Ramiz Mehdiyevin hesabına ümumiyyətlə adam olublar. Adam olublar ümumiyyətlə. Azərbaycan cəmiyyəti onları tanıyıb, insanlar onları tanıyıb. Yəni Ramiz Mehdiyev olmasaydı heç kəs idi onlar. Bu heç kəslər deputat oldu, heç kəslər nazir oldu, heç kəslər milyonlarla pula var, dövlətə sahib oldu. İndi baxıram ki, bu adamlar hamıdan çox bağırırlar. Ramiz Mehdiyev bunu elədi, Ramiz Mehdiyev onu elədi. Biri var Gülar Əhmədova. Həm tanıyırsınız da köhnə deputat. Bu Ramiz Mehdiyevin nə bilim atforka daşıyanı, Ramiz Mehdiyevin pul daşıyanı, mandat satanı. Yəni min bir oyundan çıxmışdı da. Bu adam Əvəz Zeynalın əvvəlki məhkəmə həbs olunan vaxtı əsas fiqurlardan biri idi. Şeyin üzünə duran. Əvəz bəyin üzünə duran. O vaxt bu məndən də şikayətlənmişdi. Mənim barəmdə prokurorluqda məsələ qaldırmışdı ki, mənim də həbs eləsinlər. Bax bunun hesabında 6 ay mənim telefonum məhkəmə qərarından dillənmişdi. Bu məhkəmədə məlum oldu, Əvəz Zeynalın məhkəməsində məlum oldu ki, mən və digər bir neçə nəfər ki, Xuralda əməkdaşlıq edir, Xuralda işləyir. Olan da telefonları tutuyor. İndi bu adam deyir ki, Ramiz Mehdiyev mənim karyerama son qoydu. Sən kim idin Ramizsiz? Mən gülə. Və Ramiz Mehdiyevi siyasi timsah adlandırır. Ramiz Mehdiyev siyasi timsahdır, şübhəsiz. Ona heç kəsin şübhəsi olmaz. Ramiz Mehdiyev qədər indi ona çox şey demək olar, amma vaxtı ilə demək lazım idi, o hakimiyyətdə olanda. Mənim mənəvi haqqım var, mən deyə bilərəm. Ramiz Mehdiyev alçağın biri idi, şərəfsizin biri idi Ramiz Mehdiyev. Ramiz Mehdiyev Azərbaycan dövlətində, Azərbaycan xalqına, Azərbaycan dövlətinə nifrət elətdirən adamlardan biridir. Ramiz Mehdiyev prezident administrasiyasında Kremlin, Moskvanın tulası idi. Əliyevləndə köləsi idi bu adam. Kölədir bu adam. Və Azərbaycan xalqına etmədiyi murdarlıq qalmıyor. Ona görə yox ki, ona arvadı ermənidir. Yox, ona görə deyil. Ona görə ki, özü şərəfsiz biri idi. O siyasi göraşan idi, timsah deyildi. Siz nəsiz bəs? Bax. Onun şotuna adam olub ortalığa düşənlər, siz nəsiz? Deyim nəsiz? Siz o timsahın handallarısınız. Handal bilirsiniz mi nədir? Mən Zaqatalanın Tala kəndindənəm. Bizdə daşşağa handal deyirlər. Və siz o timsahın handallarıydınız.